Uşağınıza elə paltar geyindirərsiniz. Heç eşitmək də istəmirəm. Təşkil eləyin, sonra danışarıq. Musa Mərcanoviç, xahiş edirəm bir də belə zəhmət çəkməyin. Bu nə sözdür, gözümü çişirik. Borcumuzdur. Çarxı fələk tərsinə dövran edilindi. Böyük basburutda oğlandı durub gəlib ki, sizdə katibə yeri boşdur. Deyir, bu mənim diplom işimdir. Katibəlik diplom işidir? Elə deyir, bu saat çağıraram görərsiniz. Olar. Eşidirəm sizi. Universitetdən təcrübə keçməyə göndəriblər məni, buyurun. Köməkçi yeri boşdur deyirlər sizdə. Diplom işimlə əlaqədar bu yer məni qane eləyərdi. İndiki qane eləyir onda. Gedin kadrlar şubesinə. Buyurun. At ondan sən. İndiki cavanlar özlərini işə vermək istəmirlər. Kişi olasan, katibə işləyəsən, sənət tapıb özünə. Sənəti istehsalat psixologiyasını öyrənməkdir. Bu da yəni təzə çıxır. Bəlkə mələ qızdansa oğlan yaxşıdır. Mağazinləri az gezər, telefonla da az burt vurar. Nə olub, nəyə dayanmışsınız? Bir özünüz baxın, belə sapla işləmək olar, çürükdür hamısı, elə bir qəsdən edirlər. Çürükdür, gərək götürməyidiz. Bizlə hesablaşan var ki, götürməyək də, sapların yaxşısını ancaq eksperimental sexə atladılar. Danışanda da deyirlər ki, belə lazımdır. Musa Mərcanovçı çağır bura. O çağır. Birliyi təşkil eləyəndə hamısı söz verirdi ki, bundan sonra bizə keyfiyyətli mallar verəcəklər. Gör o vaxtdan neçə ay keçir, heç bir dəyişiklik zad yoxdur. Bu heç döşə üzünə də yaramaz. Bilin də. Səhərdən bir dənə bunu tikib qutara bilməmişəm. Maşın işləmir, tez-tez dayanır. Sabir bu vaxt deyirdi ki, maşınları təmizləyəcək. Hakim olun qızlar, yoldaş Sabir uzağa getməyib ki, indi birliyin rəisidir. Nə lazımdır eləyəcək bizim üçün. Ancaq belə söhbətləri ayaqüstü eləməzlər. Hər şeyin öz vaxtı var. İndi işinizlə məşğul olun, növbədən sonra yığışarıq, ətraflı müzakirə eləyib bir tədbir görərik. Gedin qızlar, işləyin. Sən də Qaraxalovu götür, gəl yanıma. Şökət xanım, Qaraxalov gedib birliyə. Təcili çağırıb onu yoldaş Sabirovun yanına. Gərək ki, sərgi məsələsindən ötərək. Nə sərgi? Bu nə həngamədir yenə? Başa düşmürəm, sərgi bizim haramıza yaraşır. Özləri bilmir ki, hələ indiyəcən bir dənə də keyfiyyət nişanlı məhsulumuz yoxdur. Tələsik görülən iş nəzəri cəhətdən heç vaxt özünü doğru tutmur. Mənə nəzəriyə yox, yoldaş psixoloq, əməli iş lazımdır. Salam Şökət xanım. Salam. Şökət xan, Şökət xan. Şökət xan, xahiş edirəm bir eksperimentasiyaya gəlin. Görün sərgi üçün necə plaşkasından hazırlamışıq. Sən get öz işlərinlə məşğul ol. Cəmaata qulaq as, gör nə deyir. Nə olub ki? Sərgi zad olmayacaq. Nə, Şökət xanım, sərgi bizə hava su kimi lazımdır. Siz bu işdə təzəsiniz, xəbərimiz yoxdur. Amma mən bu işdə saç ağartmışam. Qaldı sərginin təşkili məsələsinə, Qaraxalova arxayın ola bilərsiniz. Bəsləyək görə bir Əjdər Sabir işlə də danışın. Necə olsa burada işləyib, dərdimizi bilir. Salam əleykum. Əleykum salam. Neynək? Gedib danışaram. Saat 6-nın yarısına sex rəisləri çağırmış Şökət xanım. Qalsın sabaha. Alın, heç yananın yeridir. Xeyr, heç bircə gündə artıq vaxt verə bilmərəm. Bağışlayın. Olar. Buyurun, buyurun əyləşin. Dövlət planı hamımız üçün qanundur. Gedə bilərsiniz. Sağ ol. Eşitdiyimə görə işlər pis getmir. Şökət xanım, sərgiyə hazırsınız?
Heç bilmirəm necə deyim sizə. Sərgi bizim haramıza yaraşır. Gözümə çox yorğun görünürsünüz. Ancaq yorğunluq sizə yaraşır. Yox, yorğun deyirəm. Amma bir balaca narahatçılığım var. Xahiş edirəm düzgün başa düşəsiz məni. Əlbəttə sərgidə iştirak eləmək şərəflidir. Baş ucalıqdır bizim üçün. Ona sözüm yoxdur. Amma indi vəziyyət elədir ki, fabrikdə təkcə eksperimental sexin imkanları ilə üz ağarda bilmərik. Ona görə bir direktor kimi borcumdur. Borclu borcunun sağlığını istər. Eşidirəm. Ha, indi gəlirəm. Təcrübəmə inanın. Şövkət xanım, sərgi həm də etimaddır. Ancaq gərək o etimadı doğrulda biləsən. Çalışın, doğruldun. Qulaq as, mənəmə. Deməli nömrə 4, nömrə 6, bir də 9. Göndər gəlsin direktorun kabinetinə. Hələ bir dayan. O Sona ilə Həsənə də dinlən ki, tez gəlsinlər bura. Bir heç cəld olsunlar. Çayın var? Hələ qonaqlar gözləyirik. Yaxşı, bir özüm dəmliyim. Səndən cavab alınca adamın canı çıxır. Salam. Salam. Yoldaş Qaraxalov. Hə? Səhərdən sizi axtarıram. Nə olub? Saplar qırılıb tökülür. Mexanikə deyinən gəlib dəzgahları düzətsin. Mexanik deyir dəzgahları namsız azdır. Yoldaş Qaraxalov, biz hazır. Bəs Sonanı? Mən də buradayım. Bu saat yaxşı. İndi məşğulam. Onda mən direktora deyərəm. O da məşğuldur. Nə olar? Gözləyərəm. Üstü, sən də yaxşısan. Deməli, məsələ belədir. İçəridə naziriyin nümayəndələr oturur. Geri eləyəsiniz ki, hər şey yağ kimi olar. Başa düşdünüz? Oldu. Gəlin dalınca. Bayram xonçası hazırlayırsınız deyəsən. Xeyr ola. Yenə kimin gözündə kül üfürmək istəyirsiniz? Diplom işinə bunu da qeyd eləyərsən. Lazım olar sənə. Nahaq rişxənd eləyirsən. Sərgi sizin üçün ölüm-dirim məsələsidir. Salam Melek. Ay yoldaş, axı mən sizə dedim. Şövkət xanım bu gün sizi qəbul eləyə bilməyəcək. Sabah gəlin. Bəlkə Heç cür kömək eləyə bilmərəm. Sənsə onun kabinetindən uzağı görmürsən. Ancaq onu bilirsən ki, elə. De ürəyi boşalt. Mən burada gəldi gedərəm. Yay paltarlarını giyin, əl üstü gəlin bura. Hər şey yağ kimi gedir. Onların işi həmişə yağ kimi gedir. Xaldə, nə qaralamısan onu? Kimi? Qaraxalovu. Ona görə kim? Bu boyda fabriki doluyub barmağına. Onun əməllərini sənin direktorunsa görmür. Ya da kim? Görmək istəmir. Səhvim var. Şövkət xanımın arzuları böyükdür. Böyük işlər görmək istəyir. Böyük işlər Qaraxalov kimilərin əli ilə görülmür. Əjdər Sabir. Sərgidən möhkəm yapışır. Əgər baş tutmasa biz batdıq. Qorxma, düzələr. Sən o cavan oğlandan göz qulaq ol. Ondan heç gözümü suyu içmir. Deyəsən aranı qarışdıran oldu. Şövkətdəki cavandır. Özün bilirsən də. Siz arxayın olun.
Əjdər Sabiriç, Hə? siz mənim o kiçik xahişimə necə baxırsınız? İndi nə keçir iştahından? Onsuz da mavinin kabinetində bir nəfər oturmalısınız ki. Qoy elə özümüz oturaq da. Bu vaxtacan sizin hansı tapşırığınızı yerinə yetirməmişəm Əjdər Sabiriç. Özünüz məni yaxşı tanıyırsınız. Hə. Baxarıq. Çox sağ ol. Sərgi məsələsində ehtiyatlı olun. Qaş qaran yerdə göz çıxarsaz, özünüzdən küsün. Onda heç məndən də kömək ummayın. Sizdən hərəkət, bizdən bərəkət Əjdər Sabiriç. Yaman şey sana Qaraxalov. Dediklərimi unutma. Arxayın ol. Getdik. Necəsən, nənə? Saat neçədir? Gör bir nə gündəsən. Gedəyinini dəyiş. Hörmətli tamaşaçılar, keyfiyyət və səmərəlilik silsiləsindən növbəti verilişimizə başlayırıq. Verilişdə iştirak edirlər. Yaraşıq İstehsalat Birliyinin rəisi Əjdər Sabirov, Modellər evinin baş rəssamı Zərifə xanım Qurbanova, Çinar fabrikinin direktoru Şəvkət xanım Yüzbaşova, Şəhər Toxuculuq Kombinatının direktoru Faiq Mahmudov. Söz verilir Zərifə xanım Qurbanovaya. Odur. Kim? O da sənin direktorun. Adı heç evdə də səhərdən axşamacan dilindən düşmüş. Al. Həm alıcıların, həm istirahçıların tələblərinə cavab verən bu o deyil, modellər hazırlamaq üçün əllərindən gələni əsirgəmir. Huzurunda ayaq üstə dayanacaqsan. Çalışırıq ki, Elə evdə də. istehsal üçün hazırladığımız modellər modalar atelyesi üçün nəzərdə tutulan nümunələrdən geri qaldı. Yükü hər kipriyimin bir buludun leysanı, gözümü yumsam əgər, sel su tutar dünyanı. Nənəm xəyyamdan stat gətirir. Xəyyam deyəsən, elə o vaxt sənin bu gününü görüb, o beyti deyib. Yaxşı, incimə. Sağ olun. İndi də söz Başa düşürəm. İndi sənin o vaxtındır. İlk növbədə biz sifarişçilərlə əsl işgüzar münasibətləri qaydaya salmaq istəyirik. Biz alıcıların arzu və istəklərini öyrənir, durğunluqdan, arxayınçılıqdan, ətalətdən yaxa qurtarmaq üçün bugünkü Suyu alıcılarımızın şirin arzu qız. və istəklərini Özləsi nədən danış? Üzündən oxumur. alıcıların arzu və istəkləri Əri var? Tələblər gündə Ayrılıblar. İndi hər kəs Aydındır. belə demək mümkün. Bütün dövrlərdə kişilər müstəqil qadınlarla münaqişədə olublar. Gözəllik ondur. Bu da müstəqildir, hiss olunur. Mövsümü. Öz aramızdır, sənin babanın da. Yaraşıqlı, Mənlə cavanlıqda işi gücü elə hey çəkişmək olub. xoş əxlaqlı. Arada qazanan da o olurdu. Hər birimiz Onu çox eşitmişəm. Bağışla. Həyin başına Direktorun danışıraq. onu da nəzərinizə çatdırım ki, 9-cu 5 illiyin dövlət tapşırıqlarını artıqlaması ilə yerinə yetirmişik. Amma keyfiyyət sarıdan üzümüz qaradır hələ ki. Yeni 5 illik bizim üçün də keyfiyyətlidir. Özünün zövqünə sözüm yoxdur. Yaxşı geyinib. Yoxsa sizin fabrikin malıdır. Çayını iç. Ola bilər. İstehsal eləmək üçün İmportludur. hələ Sözsüz xarici maldır. söz verilir Əjdər Sabirov. Hörmətli yoldaşlar. Məndən əvvəl çıxış edən müəssisə rəhbərləri Bu bir artist var, lap onu oxşuyur. Adı nə idi onun? qeyd elədilər ki, Nə bilim hansını deyirsən. müəssisələr arasında Deyəsən onun da kostyumunu sizin fabrikdə tikiblər. qaydaya salınmasına möhkəm İndi bir igid istəyirəm. şəkildən Bunların tikdiyi paltarları geyindirə özlərinə, çıxara televizora. Bax, buna deyərəm reklama. şuraları ilə əlaqələri Bunların yadına sal. kütləvi Təşəbbüs istehsal üçün göstər. nəzərdə tutulan Mütləq arxayın ol. başdan sona münasibətə bir dəfəlik Kimin bir çörəklik buğdası vardı. kütləvi istehsal üçün Başını çəkməyə yuvası vardı. Nə ağadır, nə də kimsəyə quldur. olmaz.
Rad olsun. Keyfiyyət uğrunda Zənn mübarizə, etsin, fabrik markası uğrunda dünyası mübarizədir. vardır. Bu elə bir meyardır ki, istehsal səviyyəsini müəyyənləşdirməklə... Xeyr ol, ay nənə, sən bugün sözdə adam oxşayırsan. Onu səhv eləyirsən. Nənənin sözü sovu çoxdan qurtarıb. İndi dövran sizinkidir. Görəsən mücərrəd elmlərə son vaxtlarda niyə bu qədər maraq artıb? Elə götürək sizin sahəni. Psixologiya çox konkret elmdir. Ayrı-ayrı fərdlərin düşüncə tərzi, şəxsiyyətə psixoloji mühitin təsiri konkretdir. Müasir elmi idarə etmənin əsasıdır, təməl daşıdır. Bu da bizim başı belalı istirahət evi. Haçan gəlirsən gəl, bir nəfər də tapmazsın. Elə bil, dəniz xəstəliyi tutub bunları. Adamı özünə qaytarır dəniz. Fikri uzaqlara aparır dəniz. Sənin şairliyin də varmış. Dənizə biganə baxmaq çətindir. İş gücdən baş açılır ki. Evdən fabrika, fabrikdən evə. Hər gündə belə. Günah özümüzdədir. İnsan özünü çərçivəyə salır. Olmuyor sən. O çərçivələrdən kənardasan. Hı? Niyə ki? Ancaq orada dənizə də yeri var. Hə. Bunlar hardadılar görən? Bayaq yaxşı dedin. Fikri nə qədər uzaqlara aparsa da adamı özünə qaytarır dəniz. Yox, gəlib çıxana oxşamırlar. Bəlkə fasilədir. Eyb yox, gözlərik. Bir ötən sevgini unuda bilsən, könlümü sevginlə unuda bilsən, bir akşam yanına qayıda bilsən, bağışla, bağışla, məni bağışla. Bir akşam yanına qayıda bilsən, bağışla, bağışla, məni bağışla. Bir sönen ocağın külüne yanma, ömrümün ayına yüzüne yanma. Desem ki sevmirəm, mənə inanma. Bağışla, bağışla, məni bağışla. Desem ki sevmirəm, gəl mənə inanma. Bağışla, bağışla, məni bağışla. Hərdən mənə elə gəlir sizi çoxdan tanıyıram.
Bizim evimiz Qala küçəsindədir. Əyri dalanda. Qabaqlar tez-tez gələrdiniz. Elədir. Xalam orada olurdu. Özdə belə uzun hörükləriniz vardı. Hə, düzdür. Sən də mənim hörüyümdən çəkərdin. O da qalıb yadınızda. Hə. Gör bir o vaxtdan nə qədər keçib. Sonralar nədənsə heç rastlaşmadıq. Məktəbdən sonra getdim əskərliyə. Neft daşlarında işlədim 2 il. Gəlib çıxdılar deyəsən. Gedək görək nə deyirlər. Atalar yaxşı deyib. Hər günün bir hükmü var. Yaxınlıqda yaxşı bir kafe var. Hərdən nənəmlə gedirik ora. Nənənlə? Əlbəttə. Hər dəfə belə uğurlu günlərimizi orada qeyd edirik. Xudmanı yerdə seçmişik özümüz üçün. Gör ha. Hoş gəlmişsiniz. Nə yiyəcəksiniz? Çoxdandır görünmürsünüz. Necəsiz? Yaxşıyam, sağ olun. Xanım qız, pendir, göyərti, toyuq çığırtması, 2 fincan kofe. Biraz tez getirin. Şökət xanım, heç olmasa burada direktorluğu yadınızdan çıxarın. Nənəniz bilirdi özünü necə aparır. Nənəm axı, mənim... Belə təsəvvür eləyin ki, mən də sizin nənəniz. Onda sıxılmazsınız. Bağışlayın. Axı, neçə illərdir həmişə tək oluram. Dərd eləmə özüvə. Oo, Şovket sen misin? Aya günə dönmüşsən. Nə var, nə yox, necəsən? Deyirlər vəzifəni böyüdüblər. Düz deyirlər. Anladım. Qandım. Günümü görürsən də keçmiş ərimin dostlarındandır. Tələbəlik illərinin romantikası. Elə bilirdik ki, 100 ildə danışsaq sözümüz qutaran deyil. Ancaq heç 3 ayda çəkmədi. Ən böyük dəhşət odur ki, istədiyin adama deməyə sözün qalmıyor. Elə yaxınlıqdansa, necə deyərlər, tənhalığa min şükür. Nə deyim? Yaxşı ki, bu iş güc var. Adam çox şeyi unudur. Bəlkə elə məhəbbəti də. Heç elə qadın olar, inanma. Ayın 5-i də gəldi. İndi də ezamiyyətə getməliyəm. Çox çəkər? Görək də, Sabirovdan asılıdır işimiz. Sabirovsuz addım atmaq mümkün deyil. Mümkündür. Ancaq fabrika gələnəcə mən ayrı sahədə çalışırdım.
Rəhbərlikdə də bir səriştəm yox idi. Sabir belə ilk gündən mənə həyan oldu. Əla, gəlin pulunuzu alın. Şövkət xanım, olmadı ki. Ay, düzdür. Al, sən hesablar. Bu dəfə də nənənin xətrinə dəymə. Nənənə mi xəmən səni? İnciyərəm, nənə. Yaxşı. Buyur. Qalanını sabah. Çatmır. Can sağ olsun. Bağışlayın. Buyur. Sen de yapmışsan ha maestra. Gel olun kızlar, gel olun he. Kıvraq olun kızlar. Axı siz səhnədəsiz. Sər çörək yeməmsiz. İşə saldın da məni. Hə? Bilseydim belə naşıdılar, heç razı olmazdı. Musan ölmüşük. Birisi... Hava işdi. Qəşəng qız. Biraz qıvraq ol. Hərəkətə gəl biraz. Soyunurlar ki. Heç yerişlərini də bilmirlər. Hələ bir at da çıxarmaq istəyirsiniz. Mersi, sən pul məsələsindən arxayın ol. Mən həll edib danışmışam. Baş mexanika formu eləmiş. Bilirsə nə qədər maaşı var? Baş mexanik. Nə qədər olsa azdır bu zülmün qabağında. Ay bala, ay canı yanmış. Bir musiqiyə qulaq asdı. Hazırlaşın. 1, 2, 1, 2, 1. Baxın, həzz alın, iş vaxtı rəqs eləyirik. Sonra da məndən plan istəyəcəklər. Yox, saxla, Yusuf ya. Bir də başdan olmadı. Musa mərcəm. 1, 2, Xəbərimiz var ki, indi bu qızlar işdə əllər olmalıdırlar. yuxarı. Dəzgahlar dayanır. Qaçmır ki dəzgah. Bəlkə elə deyəsiniz ki, planda qaçmır Musa Mərcanoviç. Olmaya gəlib bizim qızların əvəzini tək başına işləyəcəksiniz. Ya da ki, plan azalıb bu kardipaletin şərəfinə. Xəbərimiz yoxdur. Belə cavan olasan, özün də belə gəl olasan. Ay qız, sənin deyib gülən oynayan vaxtın deyil bu saat. Gəl ciddi danışaq Musa Mərcanoviç. Sən bir ora bax. Gör nə qəşəngdir. Bəh. Elə bir gül dəstəsidir, gül. Böyüklərlə sözləşməkdənsə, məncə gedib onlara qoşulub oynamağın məsləhətdir. İş vaxtı öz fəaliyyətlə məşğul olmağa icazə verilmir. Yavaş danışdı. İcazamız var. Kimlə? Fabrikin direktoru. İndi öyrənərəm. Get. Get öyrən qadası. Amma yadından çıxartma ki, sən burada elə katibəsən. Siz ayırt eləyənəcən. Qızlar heç olmasa biraz öz işlərilə də məşğul olsunlar. Hələ ki briqadirik. Qutarın qızlar, bəsdir. Bir baş səfər. Sizə də bir hay lazımdır, cəld olun. Ay qızlar bir dayanın görüm. Haraya gedirsiniz bir dayanın görüm. Ağaç, buraya gel görüm. Ay at ondan sənin. Sən ölürsən bu qız bizə göz verib işıq vermir də. Heç bilirsən sən neynirsən? Onlar sərgidə oynamalıdırlar, sərgidə. Nə olar, bu sərgidə özünüz oynayar. Heç eybi yoxdur. Mən səninlə direktorun yanında söhbət eləyəm. Lap yaxşı. Elə mən də onun həsrətindəyəm Musa Mərcanoviç. Orada görüşənədək. Pərasının ağzından bir avaz gəlir. Sən ona fikir vermə Məziyə xanım. Onun xəsiyyətidir. Gələn kimi aləmi qarışdırdı. Mən belə bir şəraitdə işləyə bilmərəm. Xahiş edirəm, heç nədə ötürü qanımızı qaraqlayın. Qızlar da nə qızlar? Sabah hər şey mənim canım üçün yaxşı olacaq. Çünki onun ağzına baxa deyil. Bilirsən nə var? Gül kimi ansambl var. Gətirim onları. Peşəkardırlar, öz işlərini bilirlər. Onlar metalurqları da yolu veriblər. Elə kimyaçıları da. Hələ inşaatçıları da. Puluna minnət. Nə olar? Kimdir bilən? Qıraqdandır ya sizindir? Əlbəttə, kim edir? Nə deyirsən? Razıyam. Sizi başa düşdüm. Kimi istəyirsə çağırın. Əsas məsələ odur ki, biz hamısından yaxşı olaq. Eşidirəm. Aydındır. Özüm yoxlayıb zəng elərəm. Bəhruz, gətir gəl görüm. Nə oldu? İvanovadan cavab aldınız? Axır ki, gəlib çıxdı. Bununla xüsusi məşğul olmalıyıq.
Ne olub? Niyə belə baxırsınız? Nənəm çətinə düşəndə xəyyamı köməyə çağırır. Mən də ki... Bu lap ağ oldu da. Ağızlarına gələni yazırlar. Demək istəyirdim, tikintiyə bir dəfə də baş çəksəydi, pis olmazdı. Necə bilirsiniz? Buna bax, nə deyəsən? Nə cavab yazasan bunlara axı? Görürüm, o günü yaddan çıxara bilmirsən. İnşaatçılara etirazlarımızı yazdın. Kəsərsizdir. Görünür, dəniz havası kör şaldır qələmi. Dəniz havası daşı da yumşaldır, amma... Hə, gedin məktubu təzədən yazın. Başda, yazaram. Salamlar. Salam Məjdər Sabiroviç. Fabrikin qapısından içeri giren kimi hiss olunur ki, direktörü qadındır buranın, səliqə saxmanı var. Məhsullar da keyfiyyətli olmalıdır. Keyfiyyət sarıdan hələ ki, üzümüz qaradır. Ne hakkımışırsınız yoldaş psixolog? Yoksa ne diyor, forma məzmun vəhdətini öğretmeyiblər sizə? Oracan oxumamışıq hələ. Gelə bilərsiniz yoldaş Qaribov, işinizdə olun. İclas təxirə salınmır ki. Bəlkə deyim olmayacaq. Olacaq. Yaxşı. Deyərəm gözləsinlər. Köməkçiniz qısqancdır deyəsən. Onu sözdür. Siz elə buradasınız? Salam. Elə bilirdim. Hoş gördük. Hoş günler. Direktorla təkbədək söhbətimiz olacaq. Sabirov içərdədir, Qaraxalovla. Eşidirəm. Keçin. Başlayaq. Ha, buyurun. Yoldaşlar, sərgiyə hazırlıq işlərinə həsr olunub bugünkü müşavirəmiz. Özünüz bilirsiniz ki, heç də hər fabrika belə etimad göstərilmiş. Gərək indi çalışaq kollektivimiz bu etimadı doğrultsun. Qabaqçıl müəssisələrlə rəqabətə girişməyə hazır olduğumuzu nümayiş etdirək. Gərək indi var qüvvəmizi bu tədbirin müvəffəqiyyətinə yönəldək. Bildiyimiz kimi bu çətin və məsuliyyətli iş yoldaş Qaraxalova tapşırılıb. Musa Mərcanoviç, buyurun, söz sizindir. Deməli belə, işlər ümumiyyətlə hazır kimidir. Amma burası var ki, hər şey vaxtında hazır olsun deyə, müəyyən yerlərdə materialların qiymətlərinin bahalığına, ucuzluğuna baxmamışıq. Ona görə də gəlin indidən sövdalaşaq ki, sonra xırmanda gedib dava eləməyək. Bunu atalar deyib. Sözümün Məmmədqulusu budur ki, yenə də bir balaca vəsaitə ehtiyacımız var. Buyurun, davam eləyin. Bəli. Sonra o parça məsələsi. Parça məsələsi belədir. Bilirsiniz ki, çox çətindir. Amma mən onu bir təhər tapmışam. Onu da yenə nəzərinizə çatdırmaq istəyirəm ki, o artikulu hələ heç bir fabrikaya verməyiblər ha indiyəcən. Əlbəttə, mən bu işin ötəsindən tək başına gələ bilməzdim. Əjdər Sabir üçün şəxsən köməyi olmasaydı. Xırda təfərrüatlara ehtiyac yoxdur, Musa Mərcanoviç. Ta ki, siz sərgiyə hazır olasınız, özdə ən yüksək səviyyədə. Aydındır? Elə aydındır, arxayın ol. Amma onu da qeyd edib ki, sizin köməyiniz ehtiyacımız var. Elə dediyin deyir də. Düzələr. Çox sağ ol. Şökət xanım, siz məktubu hazırlayın, sonra baxarıq. Yaxşı. Davam edin. Bu da mənə boyun olunan parçaların nümunələri. Aferin Musa Mərcanoviçə. Deməli bizə də bu parçalardan verəcəklər, hə? Ha bala, bunlar sərgi içindir. Yəni əvvəl evin çölü sonra içi, hə? Bu söhbəti başqa vaxt eləyənməzdin, hə Xalidə? Demişik də, danışmışıq da. Danışmışıq, mən bir söz deyirəm. Axı mən yoruldum təkrar etməkdən ki, burada mənlik bir iş yoxdur.
Parçanı kim düzəldir? Mən? Xeyr, düymədir, sapdır. Onları bir hamısını Qaraxalov istehsal edir. Xeyr əzizim, özün məndən yaxşı bilirsən ki, hərəsini bir yerdən alırıq. Sən dediyin kimi əgər onların hamısını durub bıraq eləsək, onda nə biz plan doldura bilərik, nə də onlar. Onda nə baş verər? Qəza. Bəli, özü də böyük miqyasda qəza. Hər şeydən əvvəl biz dövlət mənafeyini güdməliyik. Şövkət Əmidovna, icazənizlə bu məsələ diplom kimi əlaqədardır. Sizin sözünüzdən belə çıxır ki, hər dəfə zay məhsula birinci növ markası vuranda, istehsalçı ilə istehlakçı arasında psixoloji sədd yaradanda siz dövlət mənafeyini güdürsünüz. Yoldaş Qaraxalov, axı fabrik markasının keşiyində birinci növbədə siz dayanmalısınız. Kitabında yaz onları, istehsalat tamam başqa şeydir balam. Bax, özün de görün, birinci, ikinci, üçüncü növ, bunlar hamısı bir qiymətdə deməyə? Xeyr, yüksək, birinci növ markası çox vurulduqca Ambarlarda yatan mal da çoxalır. Babalar, bu sərgi qutarsın. Mallarımızı xırd eləyək. Sonra üstünüz gəlin ambardalab futbol oynayın. Elə bax, hər işi bu cür zarafata salıb oyuna döndərmişsiniz. Gözə külüfürməyin. Mətləbdən uzaq düşürük, yoldaşlar. Axı nə vaxtacan belə olacaq? Nə vaxtacan özümüzü aldadacağıq? Sakit ol, Xalidə. Gəl indi bunlarda işlədə. Xalidə, belə çıxır ki, fabrika canı yanan təkcə sənsən. Potensial imkanları aşkara çıxarmaqdır, gözə kül üfürmək deyil məqsədimiz. Qoyurlar ki, işimizi görək. Doğrusu da olar da. Deyəsən bunların ürəkləri dolu daxı. Biz də öz evimizi gözləyik. Evdə işimiz, gücümüz sökülüb qalıb. Yoldaşlar, təklif eləyirəm, gəlin elə indi komissiya təşkil eləyək. Nöqsanları doğuran səbəbləri yerli yataqlı öyrənək, aşkara çıxaraq, müəyyən bir qərara gəlmək üçün. Yoldaşlar, görürəm, biz yavaş-yavaş əsas məsələdən kənara çıxırıq. İndi sizin qayğınız burada nöqsanları sıralamaq olmasın gərək. Əlbəttə, təchizat məsələlərində, texniki nəzarət işində, dönüş yaratmaq, vaxtı çoxdan çatıb, orası da var ki, təkcə sabahın qayğıları ilə məhdudlaşmaq düz olmazdı, yoldaşlar. Hə. Sizin fabrikiniz, başda direktorunuz olmaqla məncə çox düzgün istiqamətdədir. Ona görə də elə indidən sərgiyə hazırlıq işində biz hamımız bir nəfər kimi bütün bacarığımızı və səyimizi bu işimizin keçirilməsinə yönətməliyik. Özü də müvəffəqiyyətlə. Nəyə qadir olduğunuzu göstərin. Sağ olun. İşinizdə olun. Bir nəfər də iş vaxtı oynamağı bıraxmayacaq. Heç birini də. Elə gözüm atırdı onlar üçün. Kimə lazım sən balerinaların? Mən lazım deyil? Yox. Sağ olun. Hər şeyə fikir vermə. Nə lazım olsa mənə hazır. Sağ ol. Sağ olun.
Mən həmişə gözləyirəm ki, sən bir qoçaqlıq eləyəsən. Elə bir qoçaqlıq ki, onu atandan görmədim. Onun işi gücü elə belə şeylər olub da. Sən onun arvad boşamağını deyirsən. Bu məyər qoçaqlıqdır? Sən yaxşı başa düşürsən ki, mən nəyi nəzərdə tuturam. Qoçaqlıq o deməkdir ki, insan öz məqsədi yolunda heç bir şeydən çəkinməsin. Təkcə öz məqsədi üçün yox, hamının amalı üçün. Gəlişi gözəl sözlərdir. Yox oğul. Ürək sözlərimdir bu dediklərim. Mən ömrüm boyu qəhrəmanlar haqqında düşünmüşəm. Yazmışam, tərcümə eləmişəm. İstəyirəm əsirlərin yaddaşı nəsillərin yaddaşından silinməsin. Qəhrəmanlar unudulmasın. Onların əməlləri amallarının davamı olub həmişə. Nənə, Xəyyam nə deyərdi belə yerdə? Fələyin yazdığını mən poza bilseydim həmən, onu arzumla, məramımla yazardım təzədən. Doğrudan da ağıllı məsləhətdir. İndi bir gedib sınıyaq görək nə çıxır. Gedirsən? Hə. Hara? Qoçaqlığı göstərməyə. Bəli? Yox, cavan oğlan. Yox, yox. Ora düşməmisiniz. Deyə bilmərəm. Axşamınız xeyir. Siz? Bağışlayın, sabah yola düşürsünüz. Vacib söz var deməliyəm. Nə olub ki? Qapıda dayanmayın. Buyurun içeri. Bağışlayın. Biraz törtökündüdür. Yol üstü ilə yer yığış eləyirdim. Bəhruz, xeyr ola. Narahat olmayın, xeyirdir. Keçin əyləşin, mən bu saat. Əyləşin. Çay getireyim. Yox, lazım deyil. Nə vaxtacan siz onun dediyi ilə durub oturacaqsınız axı? Son tədqiqatlar göstərir ki, yeniliyə müqavimət 3 halda daha güclü olur. Birincisi, yeniliyin məqsədi bilinməyəndə. İkinci, fəhlilər yeniliyin planlaşdırılmasında iştirak etməyəndə. Üçüncüsü, islahatın təşkilatçıları öz xeyrini güdəndə. Öz mənafeyini. Öz mənafeyini? Bəli, sənin o hamilərin yalnız özləri üçün əlləşirlər. İstehsalat psixologiyası buymuşsa, hesab elə müdafiə elədin diplomunu. Nahaqlaq eləyirsən. Sabirovda, Qaraxalovda istəyirlər ki, fabrikdə törətdiklər cizdibilin üstünü örtbasdır eləyib, səni zərbə altında qoysunlar. Mənsə bunu istəmirəm. Elə bunu deməyə gəlmişsən?
Sənin taleyinə begana qalanmıram. Psixologiya müdrik elmdir. Amma bizə nəzəriyyə yox, əməli iş lazımdır. Real kəmiyyət və keyfiyyət. Hər kəsin işinin keyfiyyəti onun şəxsi keyfiyyətlərinin davamıdır. Sənin o etibar elədiyin yoldaşın şəxsi keyfiyyətləri? Sən o kişiyə nə vermirsən, ala bilmirsən. Sabirov hansı günahın sahibidir? Bilmək olar, olmayan şəxsi hisslərə qapılırsan. Necə danım? Boynuma alıram, o da var. Yoxsa qısqanırsan? Qısqanırsan ona məni? Hə. Bu nədir? Bu nə xasiyyətdir? Çıxar da əlini cibindən. Adətimdir. Pis adətdir. Adət tapıb özü üçün. Bəhruz, mən səndən böyüyəm. 2 yaş. Mən ərdə olmuşum. Sonra? Sən bəlkə fikirləşəsən. Mən uşaq deyiləm. Xasiyyətim tündür. Biz yola gedə bilmərik. Dözərəm. Yox, sənin başına hava gəlib. Sən axı niyə belə mənə əzab verirsən? Şökət. Kim kimə əzab verir? Neskik, hazır səhər yeməyinin vaxtıdır. Bax, siz necə Yoldaş Qaraxalı. Bəli. Zəhmət olmasa bir dəqiqə. Gəldim ay Fatma xanım. Nə var, nə olur? Bu yoldaş malları geri qaytarır. Nə? Bu deyib, buradadır. Kimdir, hanı o yoldaş? Evet. Bırak görün. Neyinsə burada? Nə olub be? Nə mal? Mallarınızı gətirmişəm. Adı nə malı? Valla mallarınızı alan yoxdur da. Geri qaytarmağa da icazəm var. Nə icazə? Kim verib sənə o icazəni məni başa sal görün? Üstümə nə qışqırırsan, he? Direktordan bu yana bir cavan oğlan əyləşib. Özü də çox mərifətli oğlandı. Bu deyib, bu da kağız. Ver görün. Özü də qol çəkib. Kimdir o mərifətli oğlan buna belə qol çəkib? Mərifətli oğlan. Adı bir soruş gör bu mərifətli oğlanın ixtiyarı var belə kağızlara qol çəksin ya yox. Heç bilirsən o kimdir ona, he? Katibə də ay bala, katibə. Başa düşdün? Fatma xanım. Bəli. Qalma. Heç kimdən də işlə qabul eləmə yinən. İstəyir qoyulab səhrəcəm burada diyansın. Mərifətli oğlana bax.
öz başınalığın bir həddi-hududu var ya yox. Axır vaxtlar bir söz deyən kimi də elmini soxur adam bebeyinə. Heç kesi saymır. Gözü ayağının altını seçmir. Deyir, malların qaytarılmasına sərəncam vermisiniz. Elədir. Bu ne öz başınalıqdır? Kim icazə verib? Musa Mərcanoviç, siz öz işinizdə olun. Baş. Formal cəhətdən əlbəttə qol çəkməyə ixtiyarım yoxdur. Bilirəm. Bunu bilirəm. Çox şükür. Bunu sada bilirsən. Amma siz çox şeyi bilmirsiniz. Fabrik ucuzlaşdırılmış mallar mağazası şişləyir. Heç olmasa bir dəfə oralara getmişsiniz. Yəqin ki, yox. Heyif. Heyif o günə ki, səni mən işə götürdüm Bəhruz, heyif. Sən mənə mane olursan. Çox mane olursan. Sənə kömək eləmək istəyirdim. Kömək. Budur köməyin. Biz bir yerdə işləyə bilməyəcəyik. Bəhruz, gəlsənə. Özün ərzəni yazasan, ikimiz üçün də belə yaxşıdır. Yox, mən bunu eləyəmmərəm. Neynək, onda əmrlə çıxardaram. Nə deyirəm, çıxart. Salam. Bəhruz evdədir. Gəl. Gəl kızım. Çox əcəb. Çıxart paltonu. Çıxart. Neynəmisiniz mənim nəvəmə? Heç özündə sözündə deyil. Səhərdən axşamacan evdən eşiyə çıxmır. Nigaran qalmışam, mənə də heç nə demiş. Darıxmayın, keçib gedər. Hə? Günün ağ olsun. Gəl içəri qızım. Gəl. Gəl. Bəhruz, bir bax. Nə göyçək qız gəlib bizə? Sənsən, üzr istəyirəm bir dəqiqə. Nənə, bu qız bizim komsomol katibidir. Xaldə, səndən nərcə? Sabahdan işə çıxmalısan Bəhruz. Nə yaxşı ki, sən gəldin ay qızım. Mən bu saat çay gətirim. Çox sağ olun. Orasından arxayın ola bilərsən. Töhmətin nağdır. Cəmaat istəyirmiş səni. Görəydin birinə qiyamət qoparmışdıq. Rəislər nə fikirdəydilər? Səhər rəislərin əvvəl o intizamsızı müdafiə eləməyin deyib durmuşdular. Cavablarını verdik. Yox Xaldə, vəziyyət ayrı cürdür. Şövkətin dağılını oğurlayırlar. Qaraxalov bilə-bilə Şövkəti yolundan azdırır. Hamısı da bax o Sabirovdan gəlir. Mən bilən direktorun da ürəyinə nəsə damıb. Day qurtardım mən o fabrikini. Bu nə sözdür? İxtiyarın yoxdur. Təkcə sənlik iş deyil bu. Sən məni başa düşməzsən. Başa düşməzsən. Sən elə bilirsən, Xalidənin gücü ancaq dilinə çatır, elə hayküy salmağı bacarır. Xalidənin də ürəyi var özünə görə.
Ancaq nə eləyəsən ki, istədiyin adam hər gün yanında ola-ola könlündən keçənlərin bircəciyini də ona deyə bilməyəsən. Ona insaf da bir yol gözünün içinə baxmaya ki, ürəyindən keçənləri hiss eləyə. Səni duya, iş gücü olmasa adını da yadından çıxardar. Özü də deyə ki, məni başa düşməzsən. Hə də, yoldaş psixoloq belə-belə işlər. Qulaq as. Günü sabah işə çıxmalısan. Əgər çıxmasan heç nə bilmirəm. Özündən küs. Mənsiz öpüşməzsiniz. Hələ ki yox. Hansına ki quş qoyulub, zəngələ xəbər ver. Qalanların hamısını özüm demişəm. Çalış, heç kim yadından çıxmasın. Siyahı təsdiq olunub. Şəxsən özünüz? Hədə, kimin bana ixtiyarı çatır, o da təsdiq edeyim. Başa düşdün? Amma xahiş edirəm, bu dəfə təşəbbüsü az eləyəsən. Deyiləcək sözlərin küvarəyi nə deyəcəksən ha? Hamısı orada yazılır. Başa düşdün? Heç də yadından çıxmasın. Məncə, elə bir yollıq maqnitofona yazılsa yaxşıdır. Adı yenə təşəbbüs. Sənin bu təşəbbüslərin məni lap yığıb xırtdayım ha. Bura ver, bura ver. Özüm deyərəm. Yoxsa sən vermək direktin əvəzinə götürüb mazalana zəng eləyərsən. Belə deməksə demək. Hüseyin ağa, salam melekim. Benim Qaraxalovdur. Deyir, siz bizim şişlirsiniz, biz de sizin için. Bəli, sizi yeni modeller sergisine davet edirəm. Gel gör ne hengame yaratmışıq biz. Bəli, bir gün saat 5'te. Gözləyirəm, sağ ol. Salam meleşi möhtərəm Oktay Salimoviç. Siz bizim için işləyirsiniz, biz de sizin için. Bəli, xeyr, deyirəm ki, siz bizim için işləyirsiniz, biz de sizin için. Necə yan nə deməkdir? Siz sizin için işləyirsiniz, biz de özümüz. Xeyr, mənim ağlım yerimdədir. Kimə lazımdır Qaraxalov çox yaxşı başa düşür. Kim başa düşə bilmirsə, bağışlayın, Allah aklını alıb əlindən. Bəli, Şövkət Həmidovna. İndi bu dəqiq. Bağır, əssalamun əleyküm. Deyirəm, biz sizin için işləyirik, siz de bizim için. Bəli. Yeni modeller sergisine davet edirik. Gözleyeceğim, sağ olun. Götür. İstediğin buydu. Salam Meleki. Apar, ver muhasebata. Biz de sizin için. Sizi yeni modeller sergisine davet edirik. Şövkət Həmidovna, qınamayın məni, qınamayın. Siz özünüz çox yaxşı bilirsiniz ki, mənim istəyim nədir? Təzədən açıb ağartmayaq. Nə deyirəm? Siz deyən olsun. Lakin insan həmişə hər məqamda öz iradəsindən asılı olmur. Sonra? Sonrasını diplom işində yazarsan, oradan oxuyarıq. Hələlik bizə iltifat göstərib qayıtdığım üçün təşəkkürlər. Diplom işim hazırdır. Verərəm, oxuyarsan. Şövkət, sosioloji sorğu keçirmişəm. İbrətamiz, ağıllı cavablar veriblər. Olduqca maraqlıdır. Təbrik eləyirəm. Bəlkə divar qəzetində çap eləyəsiz. Necə olar? Yox, elə deyil. Cavablar siz düşündüyünüz qədər də... Sən nə bilirsən, mən nə düşünürəm? Suallardan biri də direktora aiddir. Başqa sözlə sənə. O sorğuda özünə həm fikirlər tapmısan? Eşitsən pis olmaz. Gör,
Sənin barəndə nə fikirdədilər? De gəlsin. Məncə direktor işimizin incəliklərindən hələ ki baş açmır. Xasiyyətcə mülayimdir. Ona görə də bir para adamların sözünə tez inanır. Müstəqil qərar çıxara bilmir. Mənə elə gəlir ki, direktor arzu və istəklərimizlə maraqlansa, heç dərdimiz olmaz. Qəşəng qadındır. Mənə gəlsəydi subaylığın daşına atardım. Elçisi sənsən. Kimdir o, hə? Daha bir cavab. Direktor ilk növbədə kəmiyyətlə keyfiyyətin fərqini ayırt eləməlidir. Kifayətdir. Keç otur, indi başlayırıq. Bu saat. Necədir? Təbiilik, mütənasiblik, zəriflik. Müasir qadın paltarları ilk növbədə bu xüsusiyyətləri ilə fərqlənməlidir. Müasir geyim, hərəkət sərbəstliyinə mane olmamalı, eyni zamanda qadın gözəlliyinin səciyyəvi xüsusiyyətlərini, çiyin və bel nahiyələrinin cizgilərini nəzərə çəkdirməlidir. Qadın paltolarında çiyinlərin və qolların biçiminə xüsusi diqqət yetirilir. Ətəyi gen, beli kəmərli paltolar gənc qadınlar üçün daha münasibdir. Yumşaq mahuddan tikilmiş trapesvarı qış paltolarında yeni biçimli qollar nəzəri cəlb edir. Damadama hörmə çeşimli parçadan tikilmiş başlıqlı qız paltoları. Ətək hissəsi ayrıca biçilir. Çox yaxşıdır. Əladır, əla. Heyf ki, təkcə sərgi kimdir? Bərəkallah Şökət, adamı paxıllığı tutur. Qız, sən burada neyirsən? Təxirmişsən, qara xalım. Su keçirməyən parçadan tikilmiş orijinal başlıqlı plaşlar. Başlığı endiriləndə yaraşıqlı çiyin elementinə çevrilir. Polyester tipli parçadan tikilmiş bu plaşların düymə ilgək yerləri görünür. Qollar reglan biçilir. Modelçi rəssam qeyri-adi qol biçimi təklif etmişdir. Yaxalıq və qolların çeşnisi kəmərlə tamamlanır. Damadama çeşinli yun parçadan tikilmiş bu donlar gənclər üçün daha münasibdir. Gündəlik geyim kimi nəzərdə tutulan bu donlar yaxadan ətəyəcən düymələnir. Ötən illərin dəb üslublarından müəyyən elementlərin vaxtaşırı təkrar olması moda yaradıcılığında daimi tendensiyalardandır. Hazırda düzbucaq siluetli, çiyni gen, beli dar donlara üstünlük verilir. Ətəyi ayrıca biçilən donlar və çək biçilən gen ətəkli yufqalar dəbdədir. Təbrik edirəm Şövkət xanım. Heç inanmazdım ki, belə bir az vaxtda möcüzə yaratmaq olar. Çox sağ olun. Təbrik edirəm. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Hələ şeytana, bu 7-ci model harda qaldı? Gəlib çıxmadı. Yox, yox,
Tempi salıcı elə başım. Salıcı elə tempi aşağı. Narahat olmayın, yaxşı gedir. Harda qalmışlar gözümün... Aç qapını. Qapını aç. Xalq geyim ənənələrinə əsaslanan. Hörmətli qonaqlar, indicə gördüyünüz modellər bizim fabrik rəhbərliyinin şirin arzularıdır. Uzun illərdən bəri kütləvi istehsal etdiyimiz nümunələr isə bax bunlardır. Ən universal modellər, hər fəslə, hər yaşa münasibdir. Yazda geyin, qışda geyin fərqi yoxdur. Evdə geyin, işdə geyin fərqi yoxdur. İllər keçir, fəsillər dolanır. Zövqlər, dəblər dəyişir. Son ünvanı ucuzlaşdırılmış mallar mağazası olan başabəla modellər dəyişmir ki, dəyişmir. Su. Fikir verin, alıcıların arzu və istəkləri hər cəhətdən nəzərə alınıb. İki göz istəyir tamaşa eləyə. Gözəllik ondur, 9'u dondu deyən atalar həqiqətən yanılmayıblar. Cavan qızlar üçün nəzərdə tutulmuş bu don geyinənin zövqünü, baxanın gözünü oxşayır. İşte, bizim fabrikdə istehsal olunan kostyuma müştəri çıxsanız, 2 ya 3 ölçü böyüyünü almağınız məsləhətdir. Bircə dəfə yağışa düşsə, yığışıb büzüşüb əyninizə oturacaq. Parçanın rəngi görün nə məharətlə seçilib. Təzəliyi, köhnəliyi, təmizliyi, çirkinliyi heç vaxt bilinməz. Belə kostyumların nə yuyulmağa, nə kimyəvi təmizləməyə ehtiyacı var, nə də ütülənməyə. Bizim ambarlarda istədiyiniz ölçüdə, istədiyiniz qədər... Nə olub Bəhruz? Nə olub sənə? Bəsdir. Biz də öz aləmimizdə güya sənə güvənirdik. Nə oldu birdən-birə? Heç nə. Sən olmuyor ona görə. Səni başa düşürəm Bəhruz. Biz ömürlük dost olacağıq. Həm, əlbəttə. Sağ ol, xoşbəxt ol. Hamı gitti. Sen necip kalmışsan? İndi bəs istədiyin nədir? Gedək. Mənə bu da azdır. Bu peşmançılıq qoy bizə ibrət dərsi olsun. Axı bir imkanın
aşkar olunması 100 imkana açar ola bilər. Elə deyilmi, hə? Elədir. Elədir. Ümidimizi üzməyək. Ne deyirsən de, uğurlu gündü bu. Bizim o kafe açıq olar indi.